Həftələrdə futbol ictimaiyyəti 21-ci turu gözləyirdi. Axı bu həftə Neftçi Qarabağ derbisi olmalı idi. Əzəli rəqiblərin bu dəfəki qarşılaşması ətrafında ajiotaj hədsiz dərəcədə böyük idi. Amma atlıların Çempionlar Liqasının play-off mərhələsində Newcastle görüşlərinin olması səbəbindən maç öncədən açıqlandığı tarixdə keçirilmədi. Bütün milli çempionatlarda iştirak etmiş Neftçi və Qarabağın turu başa verməsi əməlli başlı boşluq yaratdı. Hər iki klubun kənarda qalması aşkar hiss olundu. Lider son anda xal itkisindən qaça bildi. Azərbağırov Kəpəzi Sabahla görüşə yaxşı hazırlamışdı. Göstərdikləri mübarizə ən azı bir xala haqq edirdi. İlk hissənin əvvəlində Maludanın zərbəsi dirəkdən qayıtdı. Fasilə ərəfəsində Velko Simic boş qapıya düşə bilmədi. Ərazi üstünlüyü meydan sahiblərində olsa da, Dambraskasın yetirmələri gol epizodları yaratmaqda çətinlik yaşayırdı. Gəncəlilərin orta xəttə sıxlıq yaratması Sabahın alışdığımız oyun sistemini parçalaya bilmişdi. Qısa ötürmələrlə, sürətli keçidlərlə qol vurmağın çətinliyini anlayan tələbələr ikinci yarıda cinah asmalarının sayını artırdı. Görüşdəki yeganə qolu da cinah asmasından sonra Kaim Paris əla zərbə ilə qapıdan keçirdi. 87-ci dəqiqədə gələn qol Qarabağla oyun öncəsi Sabahın əhvalının pozulmasına imkan vermədi. Turan Tovuz Zirəyə nəfəs almağa imkan vermədi. Artıq 19-cu dəqiqədə Tovuzlar 2-0 öndə idi. Bugünkü Turan Tovuz bu qədər qeyri-sabit komandadır. Ötən həftə Şamaxı önündə heç nə ilə yadda qalmayan Tovuzlular bu dəfə əsas rəqibinə göz açmağa imkan vermədi. Dəfələrlə demişik ki, Berdiyev israrından əl çəkməli, daha çox hücumda vaxt keçirməyə yönəlik futbol oynamalıdır. Heyətin keyfiyyəti bunu tələb edir. Onda nəticələr də daha yaxşı olacaq. Bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan 35 yaşlı Filip Ozoviç hələ qocalmadığını göstərdi. Hər iki halda Berdiyevin yetirmələri qonaqların sağ cinahında tapdığı boşluğu dəyərləndirməklə niyyətinə çatdı. Bunun fərqinə varan Rəşad Sadıqov erkən əvəz etmələrə getdi. 26-cı dəqiqədə ilk qolda səhvə yol verən İsmail İbrahimlini, fasilədə isə sağ cinah müdafiəçisi Qismət Aliyev əvəzlədi. İkinci yarı qartalların üstünlüyü şəraitində keçdi. Hətta bir dəfə yeni transfer Eren Aydının zərbəsi tirdən qayıtdı. Amma heç bir halda fərqlənmək mümkün olmadı. Berdiyevin komandası ən yaxşı bacardığı işi görərək qapısını sona qədər toxunmaz saxlaya bildi. Beləcə, Turan əsas rəqiblərindən birini məğlub etməklə bir həftəlik aradan sonra 3-cü pilləni geri qaytardı. Qəbələ yenə qələbə qazana bilmədi. Bölgə klubu bu dəfə Sumqayıtda büdrədi. Halbuki 3 xala daha yaxın tərəf idi. Qırmızı qaralar mövsümdə növbəti dəfə penalı boşa verməklə bu cür fürsəti əldən qaçırdı. Zərbəni vuranlar dəyişsə də nəticə dəyişmir. Bu dəfə topun başına Balao keçdi. Onun zərbəsini kobud səhvi ilə penala səbəbkar olan Mehdi Cənnətov dəf etməklə sanki günahını yudu. Kimyaçıların erkən fərqlənməsinə isə Rıza Cəfərov imkan vermədi. Neftçinin yetirməsinin gəlişindən sonra Qəbələ müdafiədə daha etibarlı təsir bağışlayır. Hücum xəttinin məhsuldarlığı isə deyəsən bir atımlıq barıt idi. Şamaxı və İmişliyə üst-üstə 7 qol vuran kollektiv sonraki 4 görüşdə qola sevinə bilməyib. Kaxabet Çıxadadze təcili bu dərdə əlac qılmalıdır. Onun həmkarı Saşa İliçin də işləri yolunda getmir. Kimyaçılar 2026-cı ildə bir qələbəyə sevinib. O da aşkar outsider Karvan Yevlax səfərində. Serbiyalı bir illik aradan sonra komandanı Avrokuboklara aparmaq istəyirsə, əlini bərk tutmalıdır. Öndəki rəqiblər Turan və Zirə uzaqlaşır. Geridəki rəqiblər Neftçi və Araz Naxçıvan isə sürətlə Sumqayıta yaxınlaşır. Deyəsən Demçenko Premyer Liqanın damarına düşə bilib. Ukraynalı ölkəmizdəki ilk qələbə sevincini ötən tur Sumqayıt üzərində qazandı. Davamını isə Yevlaxda gətirdi. Karvan Yevlaxla maçın qəhrəmanı 2 qol vuran Felipe Santos oldu. Demçenkonun gəldiyi gündən ən böyük səhvi Braziliyanı ehtiyata göndərməsi, hücumlara qısa paslarla çıxması idi. Hətta Sələfi Elmar Baxşiyevi belə futbol oynatdığına görə qınamışdı. Ardıcıl məğlubiyyətlər ona yaxşı dərs oldu. Santos heyətə qayıdıb. Uzun ötürmələrə daha çox yer verilir. Geri dönüş Sumqayıt və Karvan Yevlaxla maçlarda işə yaradı. Qarşıda isə daha ciddi rəqiblərlə sınaqlar var. Demçenkonun əsl gücü məhz onda bilinəcək. Karvan Yevlaxda isə qələbədən başqa hər şeyi görürük. Bu dəfə meydan sahibləri futbol tarixində nadir rast gəlinən qalmaqalla yadda qaldı. 83-cü dəqiqədə Samuel Durant heç bir əvəz etmə və ya hakimin göstərişi olmadan zədələndiyini iddia edərək öz başına birbaşa soyunub geyinmə otağına yollandı.
Füzuli Məmmədovun komandası maçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur qaldı. Bu cür həvəskar oyuncularla ancaq sonuncu pillədə yer almaq olar. Qonşu pillələrdə qərarlaşan İmişli və Şamaxının Qubadakı dueli qolsuz sülhlə başa çatdı. Meydan sahibləri ilk hissədə 2 dəfə dirəyə nişan almaqla qələbəyə daha yaxın tərəf oldu. Sönük keçən maçda başqa yadda qalan ciddi hadisə olmadı. Bununla da sonuncu dəfə Neftçini məğlub edən İmişlinin qələbə həsrəti 9 oyuna çatdı. 21-ci tur barədə deyəcəklərim bu qədər. Siz də şərh bölümündə öz fikirlərinizi yazın.